Qriflə işləyəndə biləkləri necə tutmaq lazımdır? Bilirik ki, qriflə işləyəndə biləkləri bağlı şəkildə, barmağı qatlayaraq tutmaq olur. Həmçinin rastlaşa bilərsiniz ki, biləkləri barmaq açıq şəkildə tuturlar. Burada fərq nədədir? Normalda düzgün qayda əlbəttə ki, barmağınızı bağlayaraq biləkləri bu qaydada tutub işləməkdir ki, sizin üçün qrifin üstünüzə sürüşüb düşmə ehtimalı azalır. Amma çox hallarda biz görə bilərik ki, barmağı İçərdən qatlayıb tutulur. Həmçinin mənim özümdə də bu rast gəlinə bilər. Yəni professional çoxdan mərkələyən atletlərdə olur. Bu biraz təhlükəli variantdır ki, bir ay biraz içəri qatlananda üstümüzə sürüşüb düşər. Əlbəttə köhnə idmançılarda daha çox vərdiş halına çevrilib deyə demək olar ki, bu halla nadir hallarda rastlanılır. Və ikinci fikir verəcəyimiz nüans qrifin götürülmə qaydasıdır. Hətta biləyimiz bağlı belə olsa, çox vaxt fikir verə bilərsiniz ki, qrifi biləyi içəri sıxılmış vəziyyətdə, belə vəziyyətdə götürürlər. Bu səhvdir. Tutuşda əlbəttə qrifi biraz tutmaq üçün bilən içəri bir balaca vurub tap açmamaq şərtilə. Belə də olmaz, barmağa yük düşür. Tam orta vəziyyətdə saxlayırıq. Çünki biraz yarı xətt kimi götürmək lazımdır və bu qaydada rahatlıqla işləyə bilərsiniz.